Dostlar salam. Çox sosial şəbəkələri araşdırdım və baxdım ki, elə insanlar var ki, hər gün post qoyur səhiyyə haqqında. Səhiyyəni ancaq pis deyirlər. Yaxşı, bir dəfə dedin, başa düşdük də. Bəlkə əl-ələ verək, nəsə eləyək, nəsə düzəldək. Hər gün bunu pisləməklə nəsə olacaq? Mən həmişə deyirəm, həkimlərin əziyyətin yerə vurmaq lazımdır. Mən konkret sizə danışacağım Sumqayıt səhiyyəsindən. Əgər belə pisdirsə, dövlət müəssisələri niyə gündə neçə min insan müraciət edir? Niyə belə sıxlıqlar var dövlət müəssisələrində? Bir tərəfdən özəlləri pis deyirlər. Elə bilirsiniz, özəldə xəstə azdır, özəldə də xəstə çoxdur. Gəlin yaxşılıqlarını da deyək. Niyə görə mən Sumqayıt səhiyyəsindən danışacağım? Çünki özüm Sumqayıt səhiyyəsindəyəm. Hər gün Sumqayıt səhiyyəsinə 5000 insan müraciət edir. 5000. Sizcə o 5000 insandan heç kəs narazı qalmayacaq? Heç vaxt mümkün deyil ki, 5000 insandan heç biri narazı qalmasın. Narazılıq mütləq tapılacaq. 9 ay ərzində, bəzi rəqəmləri yazmışam, 9 ay ərzində 18.000 əməliyyat olunub. Sizcə 18.000 əməliyyatdan heç bir əməliyyatda fəsad ola bilməz? Ola bilər. Bunu dünya ədəbiyyatı yazır. Həmin insan da çıxacaq deyəcək ki, məni filan yerdə pis günə qoydular. Hamı da başlayacaq, hə, Sumqayıtda səhiyyə yoxdur, Azərbaycanda səhiyyə yoxdur. Səhiyyənin inkişaflarından danışırıq, gəlin ondan da danışaq. Sumqayıt səhiyyəsində şəxsən mən sizə deyim ki, inkişaf var. Əgər kim razı deyilsə, buyurun gəlin, gedək həmin təzə avadanlıqları görsədək. Mən sizə deyim, konkret 300-dən çox yeni avadanlığa alınıb. Son 9 ayın rəqəmləri, dostlar. 2 saylı xəstəxana tikildi, müasir xəstəxana. Göz şöbəsi orada müasir avadanlıqlarla təmin olundu. Hansı ki, 80% göz əməliyyatların icbari tibbi sığorta ilə hal-hazırda Sumqayıtda icra olunur. Endoprotezlər Sumqayıtda icra olunur, oynaqların protezləşdirməsi. İkinci dializ şöbəsi 2 saylı xəstəxanada açıldı. Bunlar hamısı bəs əhali üçün deyil, sizin üçün, bizim üçün deyilmi bunlar hamısı? Sumqayıt səhiyyəsi Quba-Qusar, Xızı, Siyəzən regional xidmət göstərir. Son 9 ay ərzində 4.739.000 xidmət göstərilib. Siz də 4 milyon xidmətin içində heç kəs narazı qalmayacaq? Təbii ki, narazı qalan olacaq. Gündə 3 nəfər narazı qalsa, bu ay eləyir 100 nəfər. Oldu kütlə. O deməkdir ki, səhiyyə pisdir. Səhiyyədə inkişaf yoxdur. 2 il bundan qabaq laborator analizlər olunurdu mikroskopla, əllə, gözlə. Bəs indi vəziyyət necədir? Qan ümumi analizi, Sismex analizatoru eləyir, hansı ki, Yapon avadanlığıdır. Çox dəqiq analizlər verir. Qanın biokimyəvi analizin Imulite 2000 bir saata 1200 analiz eləyə bilir. Bəs bunlar irəliləyişdir, bunlar inkişafdır. Onsuz da narazılıqlar həmişə olub. Sovetin vaxtında da olub, 90-cı illərdə, 2000-ci illərdə, bugün də və olacaq da narazılıqlar. Amma yazmaq ki, Sumqayıtın səhiyyəsi, Azərbaycanın səhiyyəsi lap bərbad gündədir. Elə şey yoxdur. İnkişafı biz görürük və biz öz səhiyyəmizin istəməyəcək. Ən azından üzr istəyirəm ifadəmə görə, insan su içdiyi quyuya tüpürməz. Bu düzgün deyil. Həkimlər sizə düşmən yazılmayıb. Həkimlər də sizin millətdəndir. Gəlin həkimlərlə əl-ələ verək, problemləri həll eləyək. Kimisə xoşunuza gəlmədi. Təbii ki, elə bir həkim yoxdur ki, hamının xoşuna gəlsin. Bir həkimdən razı olan da olacaq, narazı olan da olacaq. Əgər bu həkim xoşunuza gəlmirsə, getməyin onun yanına, gedin digər həkimin yanına. Azərbaycanda çox gözəl həkimlərimiz var, savadlı. Ona görə deyirəm ki, pisi deyəndə, yaxşını da deyək. Bir post qoydunuz, başa düşdük də. Başa düşdük ki, pisdir. Hər gün bu səhiyyənin həkimlərin hesabına xayb tutmaq istəyirsiniz, baxış sayı yığmaq istəyirsiniz. Yenə deyirəm, dostlar, həkimlər sizə düşmən yazılmayıb. Gəlin əl-ələ verək, nəsə eləyək. Videonu paylaşın, səhifəni bəyənin. Çox sağ olun, minnətdaram.